öğretmenler. Bugün sizlere kanalımda hoş gördüm. Bugün sizlere Papir Riyaziyyat Öğrenir məktəbə qədər kitabını öyrədəcəm. Gəlin başlayaq ilk dərsimizdə. Deməli, burada mündəricət var. Burada sizinlə birlikdə keçəcəyimiz dərsləri deyir. Gəlin baxaq. Əşyanın yeri sağ, sol, ardıcıllıq, 0 və 1 rəqəmlərini öyrənirəm. Dairə, 2 rəqəmini öyrənirəm. Toplama əməli, ədəd oxu və qonşu ədədlər, çıxma əməli, 3 rəqəmini öyrənirəm. Məsələ həlli, toplama, məsələ həlli, çıxma, 3 bucaq, 4 rəqəmini öyrənirəm. Kvadrat, düz bucaqlı romb, 5 rəqəmini öyrənirəm. Trapeziya, biz nə öyrəndik? 1-5 dairəsində ümumiləşdirici tapşırıqlar, mini test, 6 rəqəmini öyrənirəm. Azdır, çoxdur, sayıları bərabərdir, böyükdür, kiçikdir, bərabərdir, tam, yarım. 7 rəqəmini öyrənirəm, həftənin günləri, 8 rəqəmini öyrənirəm, 9 rəqəmini öyrənirəm, 10 ədədini öyrənirəm. Biz nə öyrəndik? 5-10 dairəsində ümumiləşdirici tapşırıqlar, mini test, uzun, qısa, hündür, alçaq, şərti ölçü vahidləri, uzunluğun ölçülməsi, ağır, yüngül, kütlənin ölçülməsi, tutumun ölçülməsi, 11 və 12 ədədlərini öyrənirəm, saat, təqvim, 13, 14 və 15 ədədlərini öyrənirəm və 16, 17, 18, 19 və 20 ədədlərini öyrənirəm. Bu sizinlə keçəcəyimiz dərslər haqqında burada məlumat verildi. Əşyanın yeri, ilk dərsimiz budur. Baxın, birinci dərsimizdə göstərir ki, deməli, qırmızı dairə qutunun içində, qırmızı dairə qutunun çölündə, qırmızı dairə qutunun altında, üstündə, arasında, önündə və arxasında. Bobby yuvanın içindədir. Bobby yuvanın çölündədir. Top masanın altındadır. Top masanın üstündədir və s. Maşın ağacın önündədir. Maşın ağacın arxasındadır. Uşaq ana və atanın arasındadır. Deməli, ilk tapşırığımızı deyir ki, tapşırıq bir ifadələrə əsasən maşınları rəhlə. Qırmızı maşının önündəki maşın. Deməli, ilk maşınımız olacaq sarı rəngdə. Yaşıl maşının arxasındakı maşın, deməli, bu olacaq mavi rəngdə. Qırmızı maşın, göy maşının arasındakı maşın. Qırmızı maşınla göy maşının arasındakı maşın, deməli, yaşıl maşın olacaq. Keçək səhifə, deməli, öbür səhifəmizə keçək. Deyir ki, tapşırıq ki, verilmiş ifadələr uyğun olaraq fiqurlar çəkin və rəhlər. Yaşıl kvadratın üstündə mavi düz bucaqlı çəkin. Deməli, mavi düz bucaqlı çəkin. İndi sonra bunu rəhləyirik. Yaşıl düz bucaqlının altında səhrayı 3 bucaq çəkirik və rəhləyirik. Yaşıl kvadratın yanında da sarı dairə çəkəcəyik. Və sonra da rəhləyirik. Deyir ki, verilmiş ifadələr uyğun olaraq şəkillər rəhlə. Tapşırıq 3-də. Çiçəyin üstündəki arını rəhlə. Deməli, siz burada çiçəyin üstündəki arı, yəni bunu rəhləyəcəksiniz. Səbətin içindəki pişiyi rəhləyin. Birincini, qutunun önündəki topu rəhləyin. Burada birincini, şkafın yanındakı çantanı rəhləyin. Burada da yenə birincini rəhləyəcəksiniz. İndi səhifə keçək 7-yə. Deyir, tapşırıq 4. Dolaba əsasən əşyaların yerini tapın və uyğunlaşdırın. Deməli, biz burada şəklə ilk öncə baxaq. Saat, ilk öncə kukla şkafın yanındadır. Ona görə də kuklanı yanında birləşdiririk. Saat dolabın üstündədir. Ona görə bundan uyğunlaşdırdıq. Yaşıl köynək dolabın içindədir. Və ayaqqabı isə dolabın önündə olacaqdır. Tapşırıq 5. Verilmiş ifadələrə uyğun şəkli işarələ.
Balıq akvariumun çölündədir. İkinci, top stulun altındadır. Birinci, arı çiçəyin üstündədir. Birinci, bayquş yuvanın içindədir. İkinci. İndi isə keçdik səhifə 8-ə. 6-cı tapşırığımızda deyir ki, verilmiş şəklə diqqətlə bax. Hər bir sual üçün doğru cavabı işarət. Deməli, birinci sualımızda deyir, dolabla yatağın arasındakı nədir? Olacaq, deməli, top. Masanın altındakı nədir? Biz masanın altında markerləri görürük. Yatağın üstündəki nədir? Deyirik, Lego. Çantanın önündəki nədir? Oyuncaq ördək. Sağ olun, yeni dərs videolarında görüşənədək.